Salam. Bugün sizinle kiber təhlükəsizliyin çox vacib bir tərəfini, yəni nüfuz testini, penetration testi müzakirə edəcəyik. Bu nədir ümumiyyətlə? Sizin şirkətiniz üçün niyə bu qədər, necə deyim, əhəmiyyətlidir? Və xüsusilə kritik infrastrukturlar. Onlar nə qədər testdən keçməlidir? Əlimizdəki məlumatlar, belə deyək, geniş bir tədris vəsaitindəndir. Gəlin bir baxaq, sizin üçün hansı maraqlı məqamlar var? Bəli, bəli, çox aktual mövzudur həqiqətən. Nüfuz testi dedikdə əslində təhlükəsizlik mütəxəssisləri bir növ etik hakerlər kimi sizin sistemlərinizə, şəbəkələrinizə potensial hücumları amma planlı şəkildə simulyasiya edirlər. Burada məqsəd təkcə boşluq tapmaq deyil, həm də ki o boşluqdan real hücumda necə istifadə oluna bilər, bax onu göstərməkdir. Deməli bu sanki bir məşq kimidir də, real bir təhlükə, real hücum olmamışdan əvvəl yoxlamaq üçün. Bəs bunu sizin kimi şirkətlərə əsas belə deyək, praktiki faydası nədir? Mənbədə nəsə konkret bir şey var bununla bağlı? Tamamilə. Əsas dəyəri odur ki, əsil kiber cinayətkarlar o zəiflikləri tapıb istifadə etməmişdən qabaq siz onları görürsünüz və aradan qaldırmaq üçün şansınız olur. Məsələn, mənbədə də deyilir ki, bəzən avtomat skanerlərin tapa bilmədiyi çox sadə səhvlər olur, konfigurasiyada falan. Məhz nüfuz testində bunlar üzə çıxır və ciddi problemə yol aça bilərdi əslində. Testin nəticəsi də sizə konkret bir, necə deyim, yol xəritəsi verir ki, baxın, təhlükəsizliyi burada gücləndirmək lazımdır. Bu fərqlidir məsələn formal auditlərdən. Audit daha çox kənara hesabat üçündür, uyğunluğu yoxlamaq üçündür. Bu isə daxili işdir, təkmilləşmək üçündür. Razılaşdırılmış bir prosesdir. Elə burada mənbədə adı çəkilən o Rules of Engagement, yəni iş qaydaları məsələsi yada düşür. Bu nədir tam olaraq, niyə vacibdir? Çox kritik məqamdır bu. Test başlamazdan əvvəl mütləq həm test edən, həm də sifarişçi oturub razılaşır. Bu iş qaydaları sənədində hər şey dəqiq yazılır. Hansı sistemlər yoxlanılacaq, hansılara heç toxunulmayacaq, sərhədlər yəni. Anladım. Nələrə icazə var, nələrə yox? Bəli. Hansı metodlar olar, hansılar olmaz. Məsələn, xidməti dayandırmaq olmaz kimi şərtlər. Testdə əldə edilən məlumatlar necə qorunacaq, məxfilik məsələsi, hüquqi tərəflər, kommunikasiya necə olacaq, bütün bunlar əvvəlcədən müəyyən edilməlidir. Yoxsa həm test effektiv olmaz, həm də Allah eləməsin nəsə bir problem çıxar, xidmət dayanar filan. Başa düşdüm. Çox vacib sənəddir deməli. İndi gələk o hamının maraqlandıran suala. Kritik infrastrukturlar, enerji olsun, su, nəqliyyat, yəni bu həyati sistemlər nə qədər tez nüfuz testindən keçməlidir? Mənbə bir şey deyir bu haqda, konkret bir vaxt. Bax, bu maraqlıdır ki, təqdim olunan vəsaitdə kritik infrastrukturlar üçün konkret bir tezlik göstərilmir. Yəni, hər 6 aydan bir kimi bir şey yoxdur. Amma zəifliklərin skan edilməsi tezliyinə təsir edən faktorlar var. Skan başqa şeydir, amma yəqin ki, bu faktorlar nüfuz testi üçün də keçərlidir. Hansı faktorlardır onlar? Məsələn, sizin təşkilatın riskə dözümlülük səviyyəsi. Yəni, nə qədər riskə getməyə hazırsınız, bu bir. Sonra, qanunvericilik, tənzimləyici tələblər. Məsələn, o PCI DSS var ha, kart məlumatları üçün. Eşitmişəm. O həm skan tələb edir, həm də nüfuz testi. Amma yenə də, bu mənbədə dəqiq tezlik yoxdur onun üçündə. Başqa nə var? Texniki imkanlar, məhdudiyyətlər, resurslar və təbii ki, ümumi kiber təhdid mənzərəsi. Yəni, vəziyyət necədir dünyada, ölkədə? Deməli, belə çıxır ki, bir ölçü hamıya uyğun gəlir prinsipi işləmir burada. Hər kəs öz vəziyyətinə baxmalıdır. Beləliklə, ümumiləşdirsək, nüfuz testi çox güclü alətdir. Real hücumları təqlid edərək, sizin müdafiənizdəki boşluqları, zəiflikləri öncədən tapır. Nə qədər tez edilməsi isə, dediyiniz kimi, tək bir cavabı yoxdur. Risklərinizdən, qaydalardan, imkanlarınızdan asılıdır. Fərdi yanaşma tələb edir. Tamamilə doğrudur və sonda sizin üçün də bir düşünmə mövzusu qoyaq ortaya. Təsəvvür edin, kritik bir infrastrukturda, məsələn, elektrik stansiyasında nüfuz testi edilir. O hazırlanan iş qaydaları ROI elə olmalıdır ki, həm test çox əhatəli olsun, effektiv olsun, real zəifliklər üzə çıxsın, həm də ki, o həyati əhəmiyyətli proseslər, yəni elektrik istehsalı, ötürülməsi heç bir halda pozulmasın, dayanmasın,
Bax, bu balansı necə qurmaq olar? Bu, həqiqətən də təhlükəsizlik mütəxəssislərinin daim üzərində baş sındırdığı çox ciddi bir məsələdir.